toydan bir neçə gün qabaq toyların məsləhəti olurdu. Kim palaz yığacaq, kim yorğan yığacaq. Hətta o toyda şuluq da düşüb. Oradan onlar qalxıb, cahillər, buradan da bunlar. Burada dava düşür. Bir il Hövsan toy eləmək, onun hörmətinə. Kasıb-küsubun toyu olar deyə yığardı bütün o cahilləri, sögərdi ki, hamısınız orada olun. Pul xərcisiz olun. İndiki Hövsandan heç danışmalısı yoxdur. Vallahi adama ağlamaq tutur. Xanəndələr də həmişə bizim kənddə qorxublar. Bizim kəndə həmişə güclü xanəndələr gəlib. Sonra məsələn bizim bu Hövsan soğanı. Orada sürək salınanda, yemək gələndə bir acayip soğan gəlir sürəyə. Şeyx bu nə soğandır? Bizdə belə soğan yoxdur da. Soğanın adı Hövsan soğanı ki deyirlər. Onun adı Şıxvərdi soğandır. Yəni şeyx verən soğan. Qayəsi 4 ünsürün həft asimanın mənzili, cismi canın cövhəri, ruhi rəvanın mənzili, mənzili əla ki yetməz sirrinə fərzanələr. Hövsan qədim kəndlərdən biridir. Kimisi 600 il deyir, 700 il deyən var. Hövsan sözü də cürbəcə onun da bəzi biridir havasan. O balıqçılar ki balıq tuturmuş, havasandır mənə buna qalıb. İndi kim necə deyir, axır gəlib tələşib olub Hövsan. Sonra da Hövsanda da məsələn 3 məhəllə var. Biri Dağlı məhəlləsidir. İkincisi Muğanlı məhəlləsi deyirlər. Üçüncüsü də Tat məhəlləsi. Tatların məhəlləsi. Onlar da ayrı-ayrıdır. Məsələn, kəndin bir tərəfi Muğanlılardır. Özdə deyilənə görə Muğanlılar, ən birinci Muğanlılar gəlib Hövsana. İndi Muğanlılar hardan gəlib, İran tərəfdəndir, hardandır, Muğanlılar dəqiq olaraq mən bilmirəm, heç demirdilər də. Sonra Tatlar gəlib, sonra da Dağlılar gəlib. Dağlılar bu Xızı tərəfdən gələnlərdir, əksəriyyəti. Əksəriyyəti ki, hamısı. Məsələn, bizim məhəllə Dağlı məhəlləsidir. Biz dağlıyıq özümüz. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, aşağıda gördüyümüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Biz kəndi içinə gedəndə görsəydik, qoca kişilər oturardı dükkanın qabağında, yemcə dəlliğin yanında. Oradan biz keçəndə özümüzü düzədərdik, ya da oradan keçməzdik, gedib o yandan fırlanardıq. Ya da ki, məsələn, o kişilər yəni bir adamda, bir uşaqda bir nalayıq hərəkət görsəydi, onu çağırardı. Belə vurana qədər bir şillə çıxardı ki, sən vurana kəmdir. Onun sonra böyüyü gəlib deməzdi, nöş vurdun. Digər döydü ki, mənə filan kəs vurdu. Deyər, nə eləmirsən sən vururum? İndi deyinə ki, nə eləmirsən o səni vururum. O səni hələ belə yerə vurmaz məsəl üçün. Belə şeylər çox güclü olub Hövsanda. İndi demək olar, hər kəndlərdə olar, amma mənim öz kəndimiz gördüyümə görə həmişə hörmət olub böyüyə, kiçiyə. Ağa kişi vardı, ağa kişi, yaşlı kişi idi. Xanəndə oxuyardı, nalça qoyardı yerdə, çox yerdə oturardılar. O odur ki, buna dəli nalçanı çıxa bir öldüm, çatıb xanəndə qabağına. Xanəndələr də həmişə bizim kənddə qorxublar. Özü bizim kəndə həmişə güclü xanəndələr gəlib. İndi bundan qabaqlar. İndi bu sən usul düzürlər. Qabaq bir dənə dör, oturacaq düzəldirdilər bütün toyxanalarda. Toyxana da əllə qurulurdu. Gedirlər, kimdə torba. Bizim vaxtıkən bizim taxtalarımız çox olub, torbamız, taxtamız. Bizim o taxtalarımız, torbalarımız bu toylarda dağılıb gedib. Gəlib aparırdılar, sonra yorğan döşəyi yığırdılar. Yorğan, nalça, öylərdən yığırdılar, palaz yığırdılar. Toydan bir neçə gün qabaq çağırırdılar, məsləhət əli, bir həftə qabaq, 10 gün qabaq toyların məsləhəti olurdu. Bütün qohumlar yığılırdı, oraya məsləhət edirlər. Kim palaz yığacaq, kim yorğan yığacaq, kim məsəl üçün toyxana quranlara kömək eləyəcək. Bunlar hamısını aydınlaşdırırdılar, danışırdılar. Ondan sonra hər kəsə öz üçün bilirdi. Elə toy olub ki, məsəl üçün böyük toyxanadır, Aşıq Şakir olan toyxanadır. Bir dənə deməli, ortada elə o Şakir gəli güclə deyir, toyxana doludur. Hətta o toyda şuluq da düşüb. Mənim atam yatsızdırıb oşadı. Aşıq toyu idi, Aşıq Şakir də oxuyandı. Mənim də atam bibimin əli rəhmətə gedəndən sonra neçə ildir toylara çıxmırdı. O gün belə oldu ki, anam
Dedi ona ki, ya kişi nə çoxumuz evdə, uşaqlar da gedir, özü də əmin evəsinin toyudur. Əmin evəsi uşaqlar üçün toy eləyir, sünnət toy. Sən də get də biraz açılıb, keyfin açılır əhvalına. Getirdi bizi, getdik toya. Getdik, deməli toyxanadan girən yerdə bir cərgə qoca kişilər üçün yer qoymuşdular. Qocalar orada otururdu, orada oturmuşdular. Bu kəndin o kənd sevetçisi, sonra uçaq soğudu, nə bilim, oydatlar da bu. Onlar da yuxarıda oturublar. Neyse, Şakir də oxuyur. Sonra bu Şakir həm nağıl danışardı, həm də çox muğam sevərdi, muğamdan oxuyardı. Dedilər ki, indi nə təklif edirsiniz ki, oxusun, danışsın. Nağıl da danışırdı. Kimsə dedi ki, qoy qocalar desin. Qocalar deyəndə oradan atam durdu, dedi ki, bu Şakir muğambaz deyil. Biz şahidlə oxusun, muğam da oxusun orada. O yuxarıda oturanlar, biraz atam da onlarla bir vaxtda düşmənçilikləri zadı olur. Kənd sovetinə, qalxos edirən adına. Əmmi zadı tuturublar, o heç olar heç. Oradan onu birin mızladılar ki, durdu yine ki, Valehin nağılını danışsın. Bu da durdu, dedi ki, Valehin nağılını danışsın. O atam tərəfdə oturan cavanlar durdular ayağa ki, qocalar deməcəyiz deyib, qocalar deyən olacaq. Onlar belə deyir, bunlar belə toyxananın yarısı çıxdı bu yere. Önce burada dava düşür. Sərpayı da yaşlı Hüseyin kişi vardı. Yoxdur, ağacı verib bir Şamil vardı, cavan oğlan, onda cavan oğlandı. Verib ona. Gördük atam ki, burada önce şuluqludur. Durub oradan geldi. Emri kişi vardı, o da onların dəstədə oturub. Əsas hələ o karışdıran. Geldi, aldı bu çubuğu şeydən, Sərpaydan. Sərpayın yerində oranla. Dedi ki, Valehin nağılını danış. Atam da oradan durdu, geldi, dedi, at çubuğu yere. Attırdı onu çubuğu yere. O Şamil'e dedi, getir çubuğu. Saxlayan bir əlbə getirme yine. Şakir, indi toyxananın yarısı çıxıb bayıra. Azmazdan qalıb. Oradan onlar qalxıb, cahillər, buradan da bunlar. Dedi ki, nə Valehin nağılını danış, nə də o bilsin. Ne bilirse onu elə, oxu yine. Geti oturdu yerde, cemaat yavaş qayıtdı geldi. Bak böyle şeyler olub bizim toylarda. Ama aksakalın sözün sayıblar. Mənim əmim de orada şəklini gösterdim size, böyüyü. Hövsanın kənd toyxanası da olub, sərpayısı olub. Özü də orada 63-cü ildə rəhmədən getdi infaqdan. Bir il Hövsanda toy olmadı. Ondan sonra bir il Hövsan toy eləmədi. Onun hörmətinə. Çünkü toyları aparırdı. Özü də harada kasıb-küsubun toyu olar diye yıxardı bütün o cahilləri, söyləyərdi ki, hamısınız orada olun. Pul xərcisiz orada. İndiki Hövsandan heç danışmalısı yoxdur. Vallahi adama ağlamaq tutur. Çünkü mən ki onları görmüşəm. Mən bir daha toylara getmirəm. Getməli də deyil. Mən ki onları görmüşəm. Onların heç belə işarəsi yoxdur. Kesmiş adət-ənənəni itirsək, heç nə. Çalışıb saxlamaq lazımdır. Bilən də var ya, biləndən öyrənib sonra onları həyata keçirmək lazımdır. Ne də bizim vaxtımızda, uşaq vaxtı bizim hamımızın tezə paltar alardılar. Hamımızın, hər evdə bu kasıb-küsub da gedərdi. Heç olmasa bir dənə köynəkdən, sonra şalvardan alırdı, giyinirdi. Uşaq da düşürdü küçələrə, nünlünü bayram axşamı, payımı ver. Vallahi heç nə utanmaq, nə də dögürdü qapıları. Sonra axşam torba atanlar, çox evlərdə o peşlər zatlar yox idi də. Mən peş də almışdım, dörgözlü, o tıxovqalı peşlər da almışdım. Məhəllənin arvadda hamısı yığılırdı bizə. Mən işdən gəlirdim, şəhərdə işləyirdim. Gəldim, öldüm, mənə qoğal pişirirlər. Bir gün biri pişirirdi, bir gün öbürsü qonşu pişirirdi, bir gün öbürsü. Hövsanda ən güclü əli sürələri Hövsanda olub bu kəndlərin arasında. Özü də bizdə, məsəl üçün, atam mənim 46-cı ildə əli sürəsi verib. Kişi nəzir deyir ki, atam fermə müdürdə işləyib, amma heyvanət fermədən olmayıb, özünün olub. Kişi əli adam idi. Deməli, müharibə başlayanda kişi nəzir deyir ki, müharibə bizim torpaqlara gəlməsin, əhli ayağımız ayaq altında getməsin.
Mən qutaran kimi bir də sürə verərəm, qoyun ayırıb buraxır. Bu ne bilsin ki 5 il olacaq. 5 ildən sonra qoyun olur 36 dənə, doğru söyləyir, olur 36 dənə. İndi 46-cı ildir, bu sürəni və deyib verməlidir axı. Bu deyən olub, bizim torpaqlara gəlməyib, sonra qardaşlarımız, adımız hamısı salamat özünün qohumu, yaxşıdır. Vəziyyət yaxşıdır, verməlidir. Niyə getirirlər, bir Qulamsen kişi vardı, çox savadlı adam idi, atamla dayı olub bir oğludular. Gedərlər şeyxin yanına. Şeyxülislam olub o vaxt. Gedərlər şeyxə deyərlər ki, belə deyərlər ki, Sovet hökuməti müharibəni uçsun, mən nezir verərəm də, nezir deyirəm, biz bunu ehsan verərəm. Demir ki, mənim şahım, əskər qardaşlarım salamat ol. Ölkəmizə də gəlməsin bilən. Deyir ki, Sovet hökuməti müharibəni uçsun, biz bu əli üstə. İndi müharibəni udub Sovet hökuməti, bu kişi süfrəsini verməlidir. Nə eləmək? Deyirlər, ərizə yazın. Ərizə yazdırır bunlara, getirir, gedir Mir Cəfərin yanına. Ərizə ilə. O kağız bizdə idi, baxırlardan sonra məmnun oldu. Deməli, daha oxuyur, görür ki, bu adam deyib ki, Sovet hökuməti müharibəni uçsun, müharibəni uçsun. Atam deyir ki, kağızın qırağında, vərəqin qırağında yazmışdı, qırmızı karandaşla ki, xalqı işindən saxlamamaq şərti ilə ehsanın versin. Atam da gəlir, şeyxə məsləhət eləyirlər. İndi çörək lazımdır, un lazımdır, düyü lazımdır. Deyir, yarsın, satın, heyvanətin. Şey alın, çörək, un, düyü da, yarsın ki, et də. Deməli, hələ də eləyirlər, iki mərtəbə mülk var, hələ qabaq köhnə babam gülün öyünü yandı hələ bu kəndi içində. Meçiddən biraz aşağı, 2 mərtəbə mülkdür, uzun böyük mülkdür. Deməli, 3 gün orada ehsan olub, 3 gün o alınan şeylərlə. Hətta rayonu işçiləri necə, atam da bu fermemizdə şehir, bu Rayxom, Rəsvaxom o vaxt elə bu gəlib gedirdilər. Rayonu işçiləri necə, 3 gün yiyiblər, qutarmayıb. Sonra qalanın paylayıblar kəndə. Sonra məsələn bizim bu Hövsan soğanı. Hövsan soğanı elə bizə Necəfdən, Necəf şəhərindən gələndir də. Bizim deməli o vaxtı kəndçilərimiz indi 100 il bundan qabaq, 200 il bundan qabaq onu dəqiq deyə bilmərəm. 150 il bundan qabaq olub. Amma çoxdan olub da. Gediblər Kərbəlağı ziyarət eləməyə. Kərbəlağa gedir Necəfi də ziyarət eləyə, Həzrət Əlinin qəbrini ziyarət eləməyə. Necəfdə bunlar şeyxin qonağı olurlar. Bir şeyxin qonaq eləyir bunları. Orada sürəyə salınanda, yemək gələndə bir əcayib soğan gəlir sürəyə. O gedən adam deyir ki, yiyib tarana sonra deyir şeyxə ki, şeyx bu nə soğandır, bizdə belə soğan yoxdur da, bizdə belə yumru soğanlar, belə soğanlar. Deyirəm, mən sizə bundan toxumu verərəm. Oradan sonra toxum gəlir, ona görə o soğanın adı Hövsan soğanı ki deyirlər, onun adı şıxvərdi soğanıdır, yəni şeyx verən soğan. Sonra getirib gəlir onu burada, o düşüb dillərə. Sonra burada onu artırıblar, sonra indi də elə, məsələn, mən özüm də əkirəm, bu ildə əkmişdim. Bir məclisi irfana gəlsin, eşqidən məstanələr. Haqqı ihya eyləsin, haqdan gözəl əfsanələr. Aşina olsun məhəbbətlə dil-i biganələr. Şəmə yanmaq dərsi təlim eyləsin pərvanələr. Secdə etsin bu kəmalə, aqil-i divanələr. Secdəgah olsun ürəklər la məkanın mənzili. Eşq-i iman gülkəni, elmi nihanın mənzili. Qayəsi 4 ünsürün həft asimanın mənzili. Cismi canın cövhəri, ruhi rəvanın mənzili. Mənzili əla ki yetməz sirrinə fərzanələr.